Hamınıza salam dostlar, mən Fatimə. Niyə bu qədər səslə danışıram? Çünki obraz xalamın atam yerində tərlə durmayıblar. Deməli, bugün mənimlə birlikdə həm yolculuk vlog, həm də ki bir günlük vloguma xoş gəlmişsiniz. İndi bu arada biz hazırlaşacağıq, sonra gedəcəyik. Çəkəcəm də bir sözlə təzə durmuşam, sözlərimi ifadə edə bilmirəm. Bu arada bunu belki bir de bu jiletkamı giyineceğim. Yani siz bir vlogda bu kombini görmüş olacaksınız. Yani öptüm. Niye hemşe öpüyorum? İndi hazıram. Kombini göstermeyeceğim. Yani kesinlikle. Bunu qabaq gördüğünüz vlogdaki kombinimdir. biraz otağı falan gezdirək. Çünkü rayona getirik. Ve bu arada nənəmgilə sürpriz deməmişik. Onlar elə bilir ki biz yani məktəb qutarında tətil başlayandan sonra gedəcəyik. Yəni orada nənəmin özünü çəkəcəm, amma nənəm gələn səsləri arxadan gələcək. Baxaq görək nə olacaq. Göz altım. Yəni neysə də belə ki belə. Yəni hər şey görəcəksiniz. Evdən çıxdıq. Neysə gedirik. CV'mdə taxdım. CV'siz ömür geçməz. Bu da bu. Qıza sığmadığını çəkməyə bayıldım. Bu fırında niye kürəli havalar ancaq məni tapır? Səbəb. Yukarı tarafta durursun, aşağı desək. İndi taksiden düşdük. İndi gözləyirik ki, yəni rayona gedəcəyimiz maşın gəlsin. Yəni belə deyim də biz atamın xalası ilə gedəcəyik. Ona görə də yadırğamağa çox ehtiyac yoxdur. Yəni tanıdıq adamlardır. Kölgəm və mən. I love you. Neysə olmaz. Bayrağın düşməsin qoy. Bekliyoruz, gelemediler. Niye? Burada bu arada maşına minmişim. Maşına mindiğimiz səni çəkməmişəm. Burada yemeği yiyirəm, çox sevinirəm. Mən həmişə yemeği yeyəndə çox sevinirəm bu arada, bunu da deyim. Yəni İftarı niye abur-cuburdan edirəm? Çünki abur-cuburdan başqa heç nə almamışdıq. Oruçlu olanlardan da dəhşət çox üzr istəyirəm bu arada. Burada qohumumuz var idi bizə, o əskərlikdə idi. Xalamın, elə bir atamın xalamın yoldaşı da, atamın xalasının yoldaşı da icazə almağa getmişdi. Biz də maşında tək qalmışdıq. Ona görə də dedim biraz video çıxsın. Heç olmasa video çəkim. Biraz maraqlı anlar. Çox da maraqlı deyil yəni. Boş-boş maşında özümü çəkirəm. Yəni bunu almışdım. Bunu yeyək gəlim. Bax, burada şey var idi. Elə bir atamın xalası var. Və ona görə də çox şey olmasın deyə, narahat olmasın deyə çəkmirdim. İndi dayanmışıq bizdə qohumlardan bir əskər var. Əskəriyə gəliblər. Şeydir. Ona indi yemək falan. Əskər yanına gələndə nə yaparlar? Atamın xalası biraz ondan düzəldi. Atamın elə bir atamın dayısının oğlu əskərlikdədir. Atamın xalası da ona belə bir klok paket hazırladı. Əskər paketi. Dadlıymış bu arada. Alıp deneyebilirsiniz. Reklam değil. Ama bundan beri. Bunu da bak. Bu daha tatlı da.
Mənim qarnım doymur. Ona görə mənim immunitetim zəifləyir. Niyə? Çünki mən çox yeyirəm, amma azam. Bu nə? Bu nə şeydir bu? Belə 3 rəngdə. Bundan qoyum Nilayda verim. Bacı. Lazım başqa. Vermiyoruz arkadaşlar. Bu da arkadaşlar. Bu da arkadaşlar değil. Bu çok başka tatlar vardı. Artık olduğumuza dair bir fikrim yoktu. Ama ki her bir saray. Bu arada siz haralsınız. Ben Füzuliyim. Füzulinin Börpəmənin kendinden. Rayonundan mı bilmirəm. Yorumlara yazın baxım görüm. Tanıdıqlarımdan kim haraldı. Yani izleyicilerimden. Bu arada gelen videoda, yani bu videolarda çok adlarınızı bilmiyorum. Eve gedəndən sonra baxaram görərəm adın yazan var. Oxuyaram belki ama çok uz yazmırsınız. Ama yazın, xahiş edirəm. Yazın ki gelen videolarda oxuya bilim. Çünkü baxın elə olur ki mən bu videonu atmamış bir başka video çəkirəm də. Məsələn, sizin izləyəcəyiniz bir günlük vlog var. Saçımı kəstirdim. Bu ondan bir gün sonradır. Hani dalbadala düşürlər deyə mən çox şey eləyə bilməm. Nadı. Yani ad falan oxuya bilmirəm də. Oruçlulardan da çok özür istəyirəm bu arada. Hayatımda ilk defa hərbi hissə görəm, bayağı böyüymüş. Bayağı da yəni bizim məktəb boyda. Biraz gelin videoya bak. Nasıldan videoya bakırdım. Böyle bir bir daha beləsi qabağıma çıxdı. Gəlin bundan baxaq. Ben üstündeki qarşımı çok seviyorum ona göre. Bacım arkadadır. Görünməsin değişik. Pis yaxşıdır. Yani yine alırım bu arada bunu. Yemiştim devamı neyse. Düştük markete ama hiç almayacağız. Gezmeyiz. Ama özümü çek. Hayır. Manisiz reklam eləyirəm. Yani markete çok qəribə bir şey gördü. Rexona'nın şampunu var idi. Ne alaka? Rexona'nın şampunu ne alaka yani? Rexona'nın şampunu mu olur? Yani Rexona'nın şampunu. Bu nədir məsələ? Rexona şampunu var. Bir daha diyor. Bir daha sıktım. Bu inanmıyorum. Ay kötü. Dırı. Sakızı götürmez. Sunkadan götürürsen yok. Maşallah, yaxşıdır. Neyse, hiç bakışmaz. Sırı, biraz sakız aldık. Bir de. Biz gidelim maşına. Hava biraz sərin də ha, bugün çox isti. Dünəndən çox isti. Dünən çox isti, hə.
Yolda gedə-gedə atamın xalası ilə mən çox sinsi bir plan qurmuşuq. Bugün buna baxanda çox əsəbləşəcəm, amma neysə. Deməli, atamın xalası birimi çağıracaq ki, gəl, bir şey verəcəm maşından. Deməli, sonra neysə, nənəm falan gələcək. Sonra biz böyle surprise olaraq ortaya çıxacağıq və orada nənəmcinin səsləri gələcək. Özlərini çəkməyəcəm əlbəttə ki, sizə səsləri gələcək, tepkilərini görəcəksiniz. Məncə çox sevinəcəklər. Nənəm ən azından nənəm çox sevinəcək. Çünki nənəm də çox dedi ki, gəlin. Amma nənəm elə bilir ki, biz hələ tətildən sonra gedəcəyik. Yəni tətil başlayandan sonra gedəcəyik. Nənəmə böyük bir surprise. İndirana girdik, onda çəkdim sizə. İndi yəni bibim gülə qurduğumuz sinsi planı işə qoyuruq. Deməli, atamın xalası gedir. Qapıları açıqdır. Qapı açıqdır. Sən deyiş. Başını aşağı sal. Aşağı sal. Çağırmır bəni. Qaça gedir yəni. Gözümdə. Heyecan dorukta. Bekliyoruz. Gelme. Gelirler. Ne oldu? Sürpriz. Ay. Geldik nənəm gül bir sevindi. 2 saatdir söhbət eləyirik ki, niyə deməmisiz axşam? Niyə deməmisiz? Niyə? Sürpriz eləmişik çünki. Nənə səsi imkan versə, nəysə. Hələ də çəkəcəm. Amma bugün dərsim falan var, online dərsim falan var. Bilməm yəni. Nə qədər çəkə biləcəm o qədər. İndi nənəm nə qədər dedi ki, yemək yiyin. Day o qədər dedilər ki, yox deyə bilmədik. Yemək yeyəcəm, mən yeyəcəm. Bacım deyəsə hələ yemir. Ağacına tutuşur burada. Yeməkdən sonra atışdırmalıyıq. Turşu yeyəcəm. Aslında bu şirin diye, bu çok şirin. Damarı turşuydu. Bu qabarı çox turşuydu. Onun üstü pəs ovqatlılarını inə biləmir. Bilmem. Qurudu kağız da elə bil. Sən sonra bunun içine gəldin. Bu kadar yeterken gidip bir ben indi özümü gətirmişəm bu arada açıyım. Bunu burada düzəldəcəm. Bu meyvələri düzəldəcəm. Bu da arı tanrı muhtemelen bu kadar çəkərəm. Və eğer buradan aparırım. Ve alman kırmızı olacak. Bir de burada bol piksel sanat eləmək istəyirəm. Hayır. Çok yerlənmişsiniz. Deməli bu videoda deyirəm, adını oxumalarımı istəyənlər. Gedim bu arada bibimin telefonu götürüm indi. Görüm kimsə adını yazıbsa onu şey eləyəcəm. Oxuyacam onun adını. Kimsə yazmışdı deyəsən bir nəfər. Onun adını oxuyacam bibimin telefonundan. Yani bu videonun da altına yazın bu arada adlarınızı. Yine okuyacağım. Yani adınızı yazmağın aslında yani üzünüzü göstermemişim ben burada. Sadece adınızı deyirəm və siz de bilirsiniz ki adımı dedi. Yani ben sizi tanımış olurum aslında. Yani hiçbir qorxusu yoktur məncə. Kimsə mənə desəydi mən də yazardım. Eğer çok sık
Takip elədiyim insansam. Bir izləyicim var, onun da adını deyəcəm. Bir dəqiqə gözləyin. Sizi başqa yerə sabitləmişəm. Ona görə də çox şey deyil. Yəni, çox qəşəng dümdüz durmuşsunuz. Görürsən, bir də yıxılırsınız, bir dənə özünü tutacaq gətirmişəm. Bir YouTuber olmaq bunu gərəkdirir. Yəni, özü ilə hər yerə bir şey yaparım. Bu arada siz də gelirsiniz, sizə zəlzələ yaradıram. Yox. Tepkilərini sizə görür bu arada. Nənəm gilim falan çox sevindilər. Həqiqətən çox sevindilər. Yəni, deyirəm ki, yaxşı ki də gəlmişik, çünki həqiqətən mən də çox darıxmışam. Yəni, günümü əlbəttə ki, vlog çəkməklə bu arada keçirdirəm. Amma bilmirəm, deyəsən ilk bunu yayınlamayacağım, yox. Bugün gedim, şey etdim, biraz kuşu düzəldəndən sonra gedim, bir günlük saçımı kəsdirdiyim vloguma etdiyim. Onu birinci gün paylaşım. Üçüncü gün, bu həftə çox aktiv olacağım yəni. Bu həftə demək olar ki, çox gün video atacağım. Üçüncü gün siz bu videonu baxacaqsınız. Çünki bu videonu da bugün edəcəm. Sabah ya da biri gün, bilmirəm. Sabah birinci gündə biri gün çəkə bilməyəcəm. Biri gün çünki axırın çərşənbə vlog çəkəcəm. Topaq çərşənbəsi vlog ya da bayram. Papaq atdığı bayram belə vlog. O səs. Utqun anda oldu bu arada o səs. Bir də yəni bir də şey çəkmək istəyirəm. Kənd işləri vlog. Belə heyvanlarla iç-içə. İnəyi falan. İstəyirəm ki, sizə vlog göstərmişdim məsələn. O vlog deyəsən saxlayacaqlar bu arada. Bəlkə də mən elə bilirəm. Elə bir şey yox. Üstündə skoç qaldı. Okey, çıxdım. Bir dənə də izləyicim var. Onun telefonum yenə mənə dedi ki, yetərli boş alanı yoxdur. Ona görə də biraz ara vermək zorunda qaldım. Sizcə belə nə tərz vloglar ya da videolar daha çox gəlsin? Siz mənim izləyicilərimsiniz və mən sizə daha çox maraqlı olan içərikləri çox bilmirəm. Xahiş edirəm. Məni çox zorlayacaq şeylər çəkməyim. Bir dəfə o yazılmışdı, amma onu özüm də çəkmək istəmirəm. Mən nə olduğunu deməyəcəm. Yəni belə basit, nə bilim, Flan challenge kimi yaza bilərsiniz. Challenge'lara açıq bir insanım. Challenge'ları hər gün çəkə bilərəm yəni. Prosto challenge gərək neçə adam olsun. Bu əslində şey eləyə bilərəm. Əmimin qızları ilə challenge eləyə bilərəm. Amma bilmirəm. Onların rızası olarmı ya olmazmı? Çünki yəni onlar videoda olsa bəlkə videoda elə görünmək istəməyəcəklər. Düz demirəm, əmin qızları hələ gəlməyib bizə. Hələ gəldiklərimizdə xəbəri yoxdur. Bir də bir-birinin xəbəri yoxdur. Digər bir-birim, mənim bir var. Yəqin ki, mən onlara gedərəm. Amma bilmirəm, yəni istəyərlərmi onlar videoda görünmək. Gəlin, bunu beləsini çıxardaq. Dori. Burada böyük qarşı yoxdur. Hayf. Böyük qarşı olsa mən çox zorlanmaram da, yəni.
Burada böyük qayıt var idi. Gərək gətirərdim bunu. Mən əslində rayona gələndə bütün evi özümlə gətirməliydim. Yəni bütün evi. Zarafat eləmirəm, bütün evi. Yəni çünki sonra deyirəm ki, gərək götürərdim. Çünki bugün az qala götürürdüm də yəni. Abo. Onunla geldim, adam kimi qayıt satdım, gəl. Tapıldı. Çok heyecanlı, heyecan. Bu qayıtsı. Ama bunun arasında fark var mı diye sorsa. Bəli, var deyirəm. Çünki həqiqətən var. Sadəcə qəşəng kəsən yerini tutulmaz. Hər yeri qəşəng kəsir. Yəni telefonum neyini beləyib yenə də boşaltdım da yəni. Nasıl Tokabakanı sildim yani. Ben Tokabaka'da oynuyordum. Onu sildim. Çok oynamadım zaten. Aslında silmeyi de isteyirdim. Sadece silmemiştim ama sildim bugün. Yani eğer yüklemeyi istesem şunun da zaritkası çok azalır. Bunu sizle beraber bakın. Gördünüz mü şey? Kestim başka şeye. Biraz gelişti var ama. Tamam. Şimdi bunlar böyle. Böyle kesilir. Kestim. Neyse gel buradan devam edelim. Bir de bunu yazdım. Ben vloglarım çok sıkıcı olur. Yoksa hem daha çok vlog çekim yoksa daha çok başka videolar. Dedem televizyon açtı, özür istedim. Sesi durdurum yerleri çok həqiqətən çok özür istəyirəm. Çünki yəni o danışmaq yadımdan çıxır. Neyse yani bir tər həll elədim, yarım saatdır şəkil silmeye çalışıram. Yani bu telefon beni bezdirir. Yani şikayet eləmirəm, çəkiliş falan çok boşuma gəlir. Çünki çok borcluyum yani. Bilmiyorum siz ne kadar söylüyorsunuz ama anamın falan telefonu ne kadar da başka modelde olsa 5% kaldı. Neyse şimdi bunu telefona koyarım zaritkaya. Ne kadar da böyle model olsa da ben bunu çəkilişi bilmiyorum. Əvvəlindən buna alışmışam ya yok başka şey için bilmiyorum ama herkesin çok başına gelir bu telefonun.
Ben biraz kuşu düzələcəm, amma telefonuma aparıb saytladım. Bayıldım, bu çox qəşəng oldu. Gəlin indi keçən videoda adlarını yazan insanların adlarını oxuyaq. Deməli. Yazığı yorumlarda oxuyacağım bu arada. Nə olar sabitlə, adımı de, nə olar Zəhra Qulami. Buradan onu çox-çoxlu öpürəm. Sağ olun ki, məni izləyirsiniz. Deməli, sonra. Raya Axundzadəyə buradan salamlarımı göndərəm, onu da öpürəm. Gözlə görək. Hüseynova Zeynəb və Yaqutzadə Əsnad. Əsnay da ola bilər, Əsnad da ola bilər. Gözlə görün, netləsin bu. Baxın, bu takipçimin yorumudur. Hüseynova Zeynəb və Yaqutzadə Əsnad desəm, ya da Əsnay da ola bilər, bilmirəm. Onlar da buradan çox-çoxlu öpürəm. Bu arada hamınız mənə abunə olduğunuz üçün çox təşəkkür edirəm. Bu qədər idi. Yəni, inşallah gələn videoda daha çox olar, daha çox oxuyaram. Gələn videoda dediyimdə bu arada. Yəni, birinci gün görəcəyiniz video var ya, bax, onun yorumlarına bol-bol yaza bilərsiniz. Yəni, bol-bol, nə qədər istəyirsiniz. Çünki ona da baxacam, buna da baxacam. Yəni, atdığım ən axırıncı videolara baxmağa çalışacağım. Adlarını oxumadığım insanlara. Zaten da xart. Biraz çubuq yiyək. Raya Axundzadə deyilmiş, Aslanzadəymiş. Adımı səs dediyim üçün üzr istəyirəm. Səhv oxumuşam. Yenə də öpürəm. Çox-çoxlu. Gəlin. Əlimi dəyişək. Çünki axşam yemək yiyəcəyimdə. 1, 2, 3. İndi gedək yeməyə. 2 saat çağırırlar. Arkadaki səs üçün üzr istəyirəm. Bundan başqa heç bir video çəkmədiyim üçün bu videonun da sonuna gəldik. Kanala abunə olun, videoya like atıp, yorum yazıp, bildirişləri açmağı unutmayın. Yəni ding dong. Gələn videolarda görüşmək üzrə. Bye.